Bugün Laçın şəhəri günüdür. Laçın şəhəri günü Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq hər il 26 avqust tarixində təntənəli şəkildə qeyd edilib. Əlamətdar günün bu tarixdə qeyd olunması Azərbaycan ordusunun Laçın şəhərində 2022-ci ilin avqustun 26-sında yerləşməsi ilə əlaqədardır. Həmin gün Prezident İlham Əliyev Azərbaycanlıların Laçın şəhərinə qayıtması ilə bağlı müjdəli xəbəri X sosial şəbəkəsində elan edib. Dövlət başçısının 2022-ci ilin bu günü paylaşdığı mətndə deyilir. Bugün avqustun 26-sında biz Azərbaycanlılar Laçın şəhərinə qayıtmışıq. Azərbaycan ordusu Laçın şəhərinə yerləşdi. Zabuq və Sus kəndləri nəzarətə götürüldü. Bütün Laçınlıları və Azərbaycan xalqını bu münasibət ilə təbrik edirəm. Yaşasın Laçın, yaşasın Azərbaycan. Beləliklə, avqustun 26-sında Laçın şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb. Ordu korpusunun komandiri General-mayor Kənan Seyidov Azərbaycan ordusunun Laçın şəhərinə yerləşməsi ilə bağlı Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevə məruzə edib. Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış ərazi, əzəli tarixi torpaqlarımız 44 günlük vətən müharibəsində hərbi siyasi yolla işğaldan azad olunub və şanslı zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Məcburi köçkünlərin doğma yurdlarına dönüşü üçün Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587-ci nömrəli sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə böyük qayıdışa dair birinci dövlət proqramının icrasına başlanılıb. Laçın şəhərinə qayıdan keçmiş məcburi köçkünlərin sayı ildən ilə artır və bu istiqamətdə işlər davam etdirilir.